Həvari Pavel bu Korinfillər ayəsinin ardına baxsa bir maraqlı müqayisə edir. Ənamları bədən üzvləri ilə müqayisə edir. Deyir ki, bədən birdir, üzvlər isə çoxdur. Bədən üzvləri çox olduğu halda bir bədən təşkil edir. Məsihdə də belədir. Bax, mənim bədənimdə çoxlu üzvlər var. Mənim əlim, ayaqlarım, burun, ağız və s. və s. Və mənim bədənimdə bütün üzvlərimin öz fəaliyyəti var. Yəni, bədənimdə fəaliyyəti, işi olmayan bir üzv yoxdur. Və düşünün ki, mənim hansısa bir üzvün fəaliyyəti dayanır. O nə sayılacaq? Şikəst. Əgər sən Rəbbin cəmiyyətində xidmət etmirsənsə, sən şikəst sayılırsan. Əgər mənim bədənimin bir üzvü fəaliyyətini dayandırsa, mənim bütün bədənim əzab çəkəcək. Əgər sən Rəbbin evində öz ənamına uyğun xidmət etmirsənsə, sənə görə Allahın cəmiyyəti əzab çəkir. İstəyirəm ki, bunu düşünək. Biz Məsihin bədən üzvləriyik. Baş Məsihdir, biz isə bədən üzvləriyik. Baş biz deyilik. O idarə edir hər şeyi. Və bizim öz fəaliyyətimiz var. Və Rəbb istəyir ki, biz öz işimizi görək Rəbbin cəmiyyətində. Xidmət təkcə buradan danışmaq deyil, xidmət təkcə pastorluq və yaxud başqa xidmətlər deyil. Müqəddəs kəlam baxsaq, biz çoxlu ənamları görə bilərik. Bu ənamlar əsasında biz özümüzə baxa bilərik ki, bizim ənamımız nədir? Bugün biz Rəbbin evində hansı işi görməliyik? Bugün mənim bədəndə fəaliyyətim nədir? Bugün mən bədəndə hansı üzvəm? Bilirsiniz, bədəndən kənar üzvlər olur. Ona donor üzvlər deyirlər. Onlar soyuducuda olur. Onlar bədəndə deyil. Bugün bir çoxumuz o donor üzvlər kimi soyuducuda saxlanılır. Bədənə aid deyilik. Heç bir fəaliyyətimiz yoxdur. Amma Rəbb istəyir ki, biz bədəndə olaq. Rəbb istəyir ki, biz iş görək. Rəbb istəyir ki, biz Məsihin bədəni üçün xidmət edək. Və bu hər kəs üçün aiddir.